العالمين والصلاة والسلام على أشرف الأنبياء والمرسلين نبينا محمد وعلى آله وأصحابه أجمعين أما بعد. Tövhid məsələləri dərsimiz davam edir Allah Taala'nın izni ilə. Bugünkü dərsimiz isə Allahdan qeyrisinə qurban kəsməyin şirk olması haqqında olacaq. Məlumdur ki, qardaşlar, elm əhlidir ki, ət kəsmək, heyvan kəsmək 3 qismə bölünür. Birincisi vacib kəsmək, o da nəzirdir. Kim Allaha nəzir eləyərsə ki, bir hadisəsi, bir işi düzələndə onun müqabilində nəzir kəsəcək, toyuq kəsəcək, qoyun kəsəcək və yaxud da inək kəsəcək və yaxud dəvə kəsəcək, bu insana vacibdir ki, bunu kəssin. Bu insana vacibdir ki, bunu kəssin. Baxmayaraq ki, İslam dinində nəzir bəyənilmir. Nəzir etmək bəyənilmir ki, bu işim düzəltsə, Allah Teala'ya qurban kəsəcəm. Çünki bir işin müqabilində Allaha şərt qoşmuş olursan, bu da Allahla ədəbsizlikdir. Bu da Allahla ədəbsizlikdir. Və buna baxmayaraq da, əgər bu işin sən şərt qoymuşsansa, vəfalı olmalısan, işini yerinə yetirməlisən. İkinci qismi, Allahdan qeyrisinə kəsmək, bu da haramdır və tərk olunmalıdır, şirkdir. Allahdan qeyrisinə dedikdə, istəyirsən bütün qabağında kəsilsin, istəyirsən aparıb qəbirdə kəsilsin, istəyirsən kiminsə ayağı altında ona görə kəsilsin, fərqi yoxdur. Bunların hamısı haram olan və şirk olan qismindəndir. Üçüncü qismi isə, qardaşlar, ət olaraq yemək üçün kəsilən heyvanlar. Bu məsələdə də məcal genişdir. Ət üçün kəsilərsə, onu məlumdur ki, şərtləri var. O da birincisi kəsilməsi, heyvan kəsilməsi. Əgər heyvan başı əzilərək öldürülərsə, dağdan yumalanaraq ölərsə, boğulub ölərsə və yaxud da elektriklə vurulub öldürülərsə və yaxud qanı çıxmadan, qanını çıxartmadan hər hansı bir vasitə ilə öldürülərsə, onun əti haramdır. Və həmçinin bir müsəlman Bismillahirrahmanirrahim kəlməsini tərk eləyərək qəsdlə kəsərsə, yenə onun kəsdiyi yeyilmir. Baxmayaraq ki, elm əhlinin arasında ixtilaf var ki, əgər bir müsəlman Bismillahı heyvanı kəsərsə, unudarsa, yemək olarmı, yemək olmazmı? Məşhur olan Şafii məzhəbində yemək olar. Və həmçinin bu rəydə olan çox alimlərin rəyi var ki, əgər müsəlman unudarsa, yemək olar. Çünki Rasulullah s.ə.v hədis var ki, ümmətimdən unudulan qaldırılmışdır. Yəni, unudaraq olunan şeyləri Allah Teala bağışlamışdır. Və ayrıca buna baxmayaraq elm əhlinin icmasını götürürük. İcması da odur ki, kim hər hansı bir müsəlman xatırlayaraq, unutmadan Bismillahirrahmanirrahim kəlməsini tərk eləyərsə, onun kəsdiyi yeyilmir. Və yaxud da, qardaşlar, Bismillahirrahmanirrahim belə deyilsə, Allahdan qeyrisinə kəsilirsə, bu da yeyilmir. Bu da yeyilmir. Bu da haram qisminə daxildir. Deməli, bugünkü dərsimiz Allahdan qeyrisinə kəsməyin hökmü haqqında olacaq. Bu da elm əhli, əhl-i sünnə vəl cəmaa icma eləyib ki, Allahdan qeyrisinə qurban kəsmək haramdır və şirkdir bu. Allahdan qeyrisinə qurban kəsmək şirkdir. İstəyirsən bunu bir diri adama görə kəs, istəyirsən get qəbirdə kəs, istəyirsən get bütün qabağında kəs. Əgər Allahdan qeyrisini ucaltmaq üçün bunu kəsərsənsə, o zaman sən Allah Teala'ya şərik qoşmuş olarsan. Allah Teala Quran-ı Kərimdə buyurur: Əuzu billahi minəşşeytanirracim. Qul inna salati və nusuki və məhyaya və mamati lillahi rabbil alamin la şərikə ləhu. De, bu xitab Muhammed sallallahu aleyhi və səlləmədir. Allah Teala deyir ki, de. Peyğəmbər sallallahu aleyhi və səlləm kimə deyir? Ümmətinə deyir. Yəni Rasulullah sallallahu aleyhi və səlləm yolu ilə gedən hər kəsə aiddir bu xitab.
Allah Teala deyir ki, de, inne salati, həqiqətən namazım da, və nusuki, qurbanım da, və məhyaya, həyatım da, və məmati, ölümüm də, lillahi rabbil alemin, aləmlərin Rəbbi olan Allah üçündür. La şərikə ləhu, onun heç bir ortağı yoxdur. Ona görə müsəlman Allahdan qeyrisinə nə namaz qılmamalıdır, nə qurban kəsməməlidir, nə də həyatını bəxş etməməlidir. Müsəlmanın ölümü də, həyatı da, bütün ibadətləri də hamısı Allah üçün olmalıdır. Allah Teala həmçinin başqa bir surədə, Kəvsər surəsində buyurur, Fəsalli li rabbikə vanhar. Əmr formasıdır qardaşlar burada. Peyğəmbər sallallahu aleyhi ve sellemə birbaşa və o əmr bütün ümmətinə aiddir. Fəsalli, namaz qıl ginən. Namaz qılmaq Allahın əmridir. Fəsalli li rabbikə, Rəbbin üçün, vanhar və Rəbbin üçün də qurban kəs ginən. Rəbbin üçün də qurban kəs. Bu ayədən götürülür ki, Allahdan qeyrisinə kəsilmir möhtərəm qardaşlar. İbadət böyük olsa belə, hətta ən əziyyətli ibadətlərdən olsa belə, əgər bu ibadət Allah üçün olmazsa, Allah dərgahında o insana fayda verməyəcək. Sizlərə bir olmuş hadisə danışım, çox bir dəhşətli, həm insanı güldürəsi, həm də insanı ağlatası bir hadisədir. Sadəcə bunu bir misal olaraq gətirirəm ki, hətta ibadət böyük olsa belə, əziyyət içində olsan belə, əgər Allah rızası üçün deyilsə, Allah onu qəbul etmir. Ən yaxın tanıdıqlarımın biri deyir ki, yağışlı və dumanlı bir halda səfərdəydim. Başqa bir kənddən öz kəndimə gəlirdim. Yağışlı, çənli və tufanlı, fırtınalı bir havada. Hətta o qədər fırtına var idi ki, maşını deyir, yavaş-yavaş sürürdüm ki, qəza baş verməsin. Deyir, o yolda gələrkən bir yaşlı kişiyi gördüm, çiynində meşək ağır-ağır yeriyirdi. Yəni, sanki bu meşəyin içində ağır bir nəsə var, bu bunu daşıyır. Təsəvvür eləyin, heç kəs maşın saxlamır deyir o adama. Çünki səhradır bura. Uzaq iki kəndin arasıdır. Bu iki kəndin arasında ən azı bir 20 kilometr, 30 kilometr məsafə var. Bu ortada başqa bir kənd yoxdur. Bu adam tam ortasındadır. Haradasa çatası yerə ən azı 10 kilometr yol var. Və deyir, heç kəs saxlamır maşın. Nə gedən, nə gələn. Çünki hava tufanlıdır, yağış yağır, soyuqdur. Və bu sulu adamı heç kəs maşından mindirmək istəmir. Bu adam deyir ki, ürəyim tav gətirmədi ki, onun yanından keçəm, gedəm. Deyir, keçmişdim, geri qaydaraq, dedim ki, ay dayı, hara gedirsən, gəl səni aparım. Əli ilə işarət etdi ki, getginən, get, mən maşına minən şey deyiləm. Deyir, bu çox ağır idi mənə görə. Birincisi bu, qoca kişi idi. İkincisi bu, ağır bir yük daşıyırdı. Üçüncüsü bu, səhradaydı. Məsələn, yaxın bir yerdə olsa deyərdim ki, kəndə yəqin ki, evi yaxındır. Dördüncüsü, hava tufanlı, yağışlı. Beşincisi də çox soyuq idi. Deyir, maşının lap yanında əynədim. Düşdüm ki, gəl otur ginən, hara desəm mən sana aparacam. Deyir, düşündüm, bəlkə övladı yoxdur, bəlkə kimsəsi yoxdur. Yardım etmək lazımdır. İslam bizdən bunu istəyir, qardaşlar. Deyir, əli ilə işarət etdi, məni danışdırmır. Get, əli ilə işarət edir ki, yanımda durma getginən və mənim vaxtımı keçməklə. Deyir, mən cəhd göstərdim ki, yox, qabağına keçim, zorla da olsun, başında oturum. Deyir, mənə qalıqda dedi ki, mən nəzir etmişəm ki, mən filan işim düzəlsin, mən onun müqabilində filanın qəbrinin üstündə qoyun kəsəcəm və o qoyunu kəsdiyim, qəbrin üstündə kəsdiyim qoyunu çiynimdə, belimdə heç bir maşına minmədən yağ filan adamın ziyaratına aparıb onun leşini qoyacam. Yəni bir qəbrin üstə kəsir,
o biri qəbrinin üstə verməyi nəzir eləyir. Və özünə şərt qoyur ki, maşına minməyəcəm. Yaxşıdır bir kişi, tufanlı bir gündə, bir qoyun leşi der belində idi, bir qoyunun leşi. Meşəyin içinə qoyub, ağır-ağır der aparırdı sürünə-sürünə. Sən təsəvvür elə ki, bu insan nə qədər əziyyət çəkəsi idi ki, 20 kiloluq, 30 kiloluq qoyunu 20-30 kilometrə o tufanlı havada belində daşıyasıdır. Birincisi bu qardaşlar, ona görə bu misalı gətirdim ki sizlərə, olmuş bir hadisədir. Hadisəni yaşayan bir müsəlman danışıb bunu bana. Ona görə danışdım ki, bu həddi zatında əziyyət olsa belə, amma Allah üçün olmasa, bir qəbir üçün olsa, ölmüş bir insan üçün olsa, hətta övliya, hətta şeyx, hətta nə adı olursa olsun, Allah'tan gerisinə olsa, Allah and olsun, nə əziyyət çəkirsən çək, Allah qatında o sənə fayda verməyəcək. Çünki əməllərin qəbul olması üçün iki şərt lazımdır. İki şərt istisna, iki şərt qırağında olan bütün əməllərin hamısı puç və batildir. Birincisi, həmin əməl Allah rızası üçün olmalıdır. İkincisi də Rasulullahın gətirdiyi şəriətə uyğun olmalıdır. Ona görə bu məsələ çox tövhid və şirk məsələləri çox önəmli məsələlərdəndir və hər bir müsəlman bunu bilməlidir ki, hətta bilsin ki, doğru ibadət edir yoxsa yox. Əli ibn Əbi Talib radiyallahu anhudan gəlir, buyurur, həddəsəni Rasulullah sallallahu aleyhi və səlləm bi ərba'i kəlimət. Əli radiyallahu anhu, Peyğəmbər sallallahu aleyhi və səlləmin əmsi oğlu. Əli radiyallahu anhu, 4-cü xəlifə. Peyğəmbər sallallahu aleyhi və səlləmin kürəkəni, göyü, qızının əri. Və Peyğəmbər sallallahu aleyhi və səlləmin əhl-i beytindən sayılır. Ən xeyirli insanlardandır. Deyir ki, Rasulullah sallallahu aleyhi və səlləm mənə 4 sözü dedi. 4 kəlməni mənə danışdı. Birincisi, Lə'anəllahu mən zəbəhə li qeyrillah. Rasulullah dedi ki, Allah lənət eləsin kim Allah'tan qeyrisinə qurban kəsərsə. İkincisi, Lə'anəllahu mən lə'anə valideyhi. Allah lənət eləsin kim valideynlərini lənətləyərsə. Lə'anəllahu mən əvə muhdisən. Allah lənət eləsin kim dinə yenilik gətirən birinə yardım edərsə. Lə'anəllahu mən qayyara mənəral ard. Allah lənət eləsin kim yerin əlamətlərini dəyişdirərsə. Hədisi İmam Muslim rivayət edib qardaşlar. Bu birinci kəlmə nə idi? Allah'tan qeyrisinə kəsəni Rasulullah lənətləmişdir. İkincisi, valideyni lənətləyən. Bu elm əhli deyir ki, 2 halda ola bilər. Ya bir kişi öz valideyni Allah sana lənət eləsin deyir. O insanın özünü, valideyninə lənət eləyənin özünü Rasulullah lənətləmişdir. Çünki valideynin haqqı o qədər böyükdür ki, bir övlad valideyni lənətlərsə, ən böyük valideyninin üzü ağ olan ən pis və mundar övlad sayılır bu övlad. Ona görə onu Rasulullah sallallahu əleyhi və səlləm lənətləyir. İkincisi də belə ola bilər ki, sən bir adamın valideynini lənətləyəsən, o da qayıdıb sənin valideynini lənətləyə. Bu eyni hökmdədir. Çünki sən öz valideynini lənətləmiş kimi sayılırsan. Çünki sən başqasının valideynini lənətləyəndə o da sənin valideynini lənətləyir. Yəni sən səbəb olursan valideyninin lənətlənməsinə. Və bunu sən etmiş kimi sayılırsan. Üçüncüsü də Lə'anəllahu mən əvə muhdisən. Allah lənət eləsin kim dinə yenilik gətirənə yardım edərsə. Dinə yenilik gətirənlərə yardım etmək olmaz. Kim dindən olmayan bir şeyi, İslam dinindən olmayan bir şeyi İslam dininə daxil etmək istəyərsə, onun gətirdiyi şey başına çaxılır. O insandan qəbul olunmur, nə də o bidətini yaymaq üçün ona yardım edilmir. Rasulullah sallallahu aleyhi ve sellem bir hədisində buyurur, Mən əhdəsə fi əmrinə həzə, mə leysə minhu fəhuvə radd. Kim bizim dinimizdən olmayan bir şeyi gətirərsə, o gətirdiyi şey başına çaxılır. Yəni İslam dinində qəbul olunmur. 4-cü kəlmədə o idi ki, qardaşlar, Lə'anəllahu mən qayyara mənəral ard. Allah lənət eləsin kim yerin əlamətlərini dəyişdirərsə. Elm əhli deyir ki, 2 şey nəzərdə tutulur yerin əlamətləri dedikdə. Birincisi, tutaq ki, sən kimlənsə qonşusan. Ortada sərhəd var.
setka çəkmişsən, ağac əkmişsən, işarə qoymuşsan ki, yerin bu tərəfi mənim, bu tərəfi sənindir. Sən səhər tezdən qonşu durmamış gedirsən, ağaçları çıxardıb bu tərəfə bastırırsan. Yəni onun yerini özünə çəkirsən. Bu cür insanlar nəzərdə tutulur, deyir elm əhli. Və keçən dərsdə, keçən söhbətlərimizin birində bu barədə olan hilələri biz danışdıq. Çox maraqlıdır, qardaşlar. Bəzən görürsən ki, bir insanın 80 yaşı var, 90 yaşı var. Gündə bir barmaq setkiyi o tərəfə çəkir. Gündə bir barmaq, bir 5 santi setkiyi o tərəfə çəkir. Bir aydan sonra görürsən ki, yarım metrə xalqın yerini öz yerinə qoyur. Ay kişi, sən 80 yaşın var, 90 yaşın var. Gözünə mi soxursan bu yeri? Sən nəyinə lazımdır bu yer? Getsən, o birisi yerini genişləndirməyə çalış ki ilə. Cənnətdə məqamını ucaltmağa çalış ki ilə. Salih əməllərlə məşğul ol ki ilə. Bu dəhşətdir. Bir qardaş danışır, o gün deyir, burada, deyir, ortada bir ağac bitmişdi setkadan. Qonşu setkiyi öz tərəfinə çəkə bilmirdi. Çünki ağac ortada sərhəddir. Ona görə setkiyi bu tərəfə çəkmək üçün ağacın olmaması lazım idi. Yəni ağacın altını oydu, ağacı qurutdu ki, ağacı çıxartsınlar, sonra setkiyi yavaş-yavaş bu tərəfə çəksin. Dəhşətdir bu, dəhşət. Bir qarış torpaqla, ona görə Rasulullah s.ə.v buyurur ki, فَلَا يَمْلَأَ فَمَبْنَ آدَمَ إِلَّا التُّرَابِ Adəm övladın ağzını, gözünü ancaq torpaq doydurar. Torpaq. Rasulullah bu hədisin əvvəlində deyir ki, bir vadi, bir dərə qızıl versə, Allah Teala Adəm övladına ikincisini istəyər. 2 dərə qızıl versə, üçüncüsünü istəyər. Və bunun sonu olmaz. Və ikinci elm əhli deyir ki, yeri, əlamətlərini dəyişdirən dedikdə nəzərdə tutulan nələrdir? Tutaq ki, sən, adamlar var qardaşa, keçmiş dövrdə nə inirlərdi? Bu şəhərdən o şəhərə getmək üçün yollar yox idi, işarələr yox idi. Ona görə yollara əlamətlər qoyurlardı, daşlar yığırlardı, ağaçlar bastırırlardı ki, cəmaat bilsin ki, bu tərəfə gedən yol filan yer aparır, bu tərəfə gedən yol, bu işarət olan yer filan yer aparır. Və bəzi adamlar gedib müsafirləri çaşdırmaq üçün o daşların istiqamətini, o əlamətləri başqa yerə qoyarlardı. Və yaxud onları götürərlərdi və yola çıxan insanlar çaşbaş qalarlardı, çaşıb qalarlardı. Ona görə insanların istiqaməti üçün, gedəsi yerləri üçün qoyulan əlamətlər də bu hədisin hökmündədir. İstəyirsən müasir dövrümüzdə olsun, istəyirsən əvvəlki fərqi yoxdur. İndi görürsünüz ha, lövhələr var yolda ki, bu filan ölkəyə gedir, filan kəndə gedir, filan şəhərə gedir, filan rayona gedir, bu qədər kilometr qalıb. Bu lövhələrdən heç bir şey dəyişdirmək olmaz. Bəzilər var, işarə göstərir, lövhə yazır ki, filan kəndə 50 kilometrdir. Gedir, arxasında bir sıfır da artırır onun. Neçə kilometr olur? 500 kilometr. O kəndə girmək istəyən, belə tutaq ki, heç getməyib, heç də maraqlıdır. Görəndə ki, oraya 500 kilometr yazılıb, oraya gedər, oraya getməz. Ona görə onun istəyirsən məsafəsini dəyişdir, istəyirsən yöntəmini dəyişdir, hər halda bu əlamətlərə toxunmaq olmaz. Darıq ibn Şihəb radiyallahu anhudan gəlir ki, Rasulullah sallallahu aleyhi ve sellem buyurur, bir çibinə görə bir nəfər cənnətə girir, bir çibinə görə bir nəfər cəhənnəmə girir. Soruşurlar ki, ya Rasulullah, bu necə ola bilər? Yəni, bir çibin adamı cənnətə salır, bir çibin adamı cəhənnəmə salır. Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur, 2 kişi bir qavmun yanından keçirlərmiş keçmiş dönəmdə. 2 kişi bir qavmun, yəni bir cəmaatın sərhədindən keçirlərmiş. O sərhəddə də onların bir bütü var imiş, büt. O bütə kimsə qurban kəsmədikcə o yoldan keçməyə qoymurlarmış. Və bu ikisi gedir ora çatır. Çatanda deyirlər ki, əgər keçmək istəyirsinizsə buradan bizim bütə qurban kəsməlisiniz. İkisi də deyirlər ki, bizim kəsəsi heç nəmiz yoxdur. Deyirlər, heç nəniz yoxdur, ondan ən azından bir çibinsə də tutun, bu bütün qabağında kəsin. Bir çibinsə də fəda eləyin, buna qurban kəsilmədikcə keçmək yoxdur. Və onlardan biri çibini götürür, bütə kəsir və onu buraxırlar, gedir. O birisi isə imtina eləyir. Deyir ki, heç vaxt mən Allahdan qeyrisinə
bir çibin olsa belə kəsməzəm. Çibin, Allahdan qeyrisinə bir çibin olsa belə kəsməzəm. O kəsmədiyinə görə, imtina etdiyinə görə başını kəsirlər. Boynunu vururlar. Rasulullah s.ə.v deyir ki, o bütə, o çibini qurban kəsən Allah cəhənnəmə saldı. Ondan imtina eləyən çibin olsa belə Allahdan qeyrisinə o çibini kəsməyən ki, Allah Teala cənnətə saldı. Bu hədisi İmam Əhməd ibn Həmbəl Musnəd kitabında rivayət etmişdir. Bu dəlillər əsnasında qardaşlar, dinimiz bizə onu öyrətir ki, Allahdan qeyrisinə qurban kəsmək olmaz. İstəyirsən, hətta çibin olsun belə və eyni zamanda Allahdan qeyrisinə ibadətin heç bir növünü sərf etmək olmaz. Allah Teala'dan diləyirəm ki, bizləri muvahhid olaraq, tövhid əhli olaraq yaşatsın, öz huzuruna tövhid əhli olaraq köçməyi nəsib eyləsin. Allah Teala'dan diləyirəm ki, əqidəmizi sağlam, dinimizi sağlam, mənhəcimizi sağlam və elmimizi sağlam və inancımızı sağlam etsin. Allah Teala'dan diləyirəm ki, sözlərimizdə və əməllərimizdə ixlas nəsib eyləsin və bizi və ailəmizi və bütün müsəlmanları şirkdən, küfürdən və onun vəsilələrindən qorusun. Və sallallahu və səlləm və barik alə nəbiyyə Muhammed və alə alihi və sahbihi ecmaîn.